Salam, hər vaxtınız xeyir olsun. Bugün biz birinci qrupların blok imtahanı izahlarına baxacağıq. Sualları şagirdlərin göndərdiyi şəkillərdən düzəltmişəm. Biraz səliqəsizdir, üzrü sayın. Elə üzərində yoxlayacağım. 5 çıx 2 kök 3 veribdir. Burada 2 kök 3 5 tam %29'dur. Mənfidir, ona görə əksinə açılacaq. 2 onda 3 çıx kök 5. Kök 5 çıx 2 onda 2 müsbətdir deyə olduğu kimi açılacaq. İslah olunur, cavab 0 onda 1 düzdür. Y bərabər 2x xətti, y bərabər 2x xətti şəklini düz çəkməyibdir. Belə olmalıdır. Bunun 0,1 parçasında 0,1 parçasında 0 apsis oxu ətrafında fırlanmasından yaranan fiqur konusdur. İkinci sualımız düzdür. ABC üçbucağında A'nın B'yə nisbəti 1-in 2-yə nisbətində verib, BC-nin AC-yə nisbətin 5'in 6'ya verir. Baxaq, A bucağı B bucağından 2 dəfə kiçikdir. Bura A alfa olsa, bura 2 alfa. BC-yə 5K verib, AC-yə 6K. Kosinus A bucağını tapmamızı istəyir. Şagirdlər, bu sualın həlli üçün biz indi dostumuz burada sinuslar teoreminə gedib. 6K bölünsün sinus 2 alfa, 5K bölünsün sinus alfa yazsaq. Sinus 2 alfanı 2 sinus alfa kosinus alfa kimi düşünsək, sinuslar ixtisar gedəcək. 10 kosinus alfa 6'dır deyə kosinus alfa nə alırıq buradan? Kosinus alfa 6 bölü 10, yəni 0,6 edir. Baxaq görə səhv eləmədik ki. A bucağı alfa, B bucağı 2 alfa. BC-nin AC-yə nisbəti 5'in 6'ya nisbətindədir. 6K bölünsün sinus 2 alfa, 5K bölünsün sinus alfadır. Bu bizə 2 sinus alfa kosinus alfanı verir. Sinuslar ixtisar olunduqda K'lar da gedir. Cavab onda 6'dır. Çox təəssüf bunu düz yazmayır şagirdimiz. Grafiki 1-1'də verilmiş funksiyanın biz B'nin 1 olduğunu görürük. Onda Y'yi Kx üstə gəl 1 yazsaq. Y'ə 0 yazıb, X'ə 1 yazıram. K mənfi 1'dir. Deməli, Y olur mənfi X üstə gəl 1. İbtidai funksiyası mənfi X kvadrat bölü 2 üstə gəl X üstə gəl C olacaq. Doğru cavabı olur A variantı. Dostumuz bunu da səhv yazıb. B 5'dən kiçik deyilsə, kök 6 ifadəyə baxaq. Kök B çıx. Bu ifadə şagirdlər kök 5, kök B çıx, kök 5'in mötərizə kvadratıdır. Düzdürmü? Buradan kök B çıx, modulda kök B çıx, kök 5 alınır. 2 dənə bunu oxşar sualdır. B 5'dən böyük deyə müsbətdir. Ona görə olduğu kimi açılacaq. Bunlar islah olunur. Cavab kök 5 D variantı olur. Növbəti sual, bu sualı biz çox işləmişdik, çox təəssüf dostumuz yazmayıb. Hətta bu həftə yazmışdıq bu sualı biz. Mənfi 5'də qiyməti 0'dırsa, deməli 4 çıx 3x kvadrat mənfi 5, x kvadrat 9 bölü 3, müsbət mənfi kök 3'dür. Burada isə 4 çıx 3x kvadrat 0'dır deyə x'i 0 tapırıq. Biri burada, ikisi burada, 3 dənə kökü var. Kök adda qiymətlərinin cəmi kök 13 eləyir. Bu bizə verir mənfi kök 13, müsbət kök 13 daxilində. Bu aradakı tam qiymətlər 1, 2, 3'dür. Cəm 6 eləyəcək. Natural dediyi üçün doğru cavab A'dır. ABC-ni müsbət veribsə, deməli 1, 3, 2 götürə bilərik. A kiçikdir, C kiçikdir, B olacaq. Çevrələrin mərkəzlər arasında məsafə biri 3, 1'dir, biri isə mənfi 3, 1'dir. İki nöqtə arasında məsafənin düsturuna əsasən gör nəyi səhv yazıb bizim dostumuz. Sağ ol bala. Çox təəssüf. 6'nın kvadratı doğru cavab 6'dır. Mərkəzlər arasında məsafəni istəyir. Burada şagirdlər baxın A11, A12, A13. Bu bizə verir 3 dənə A12, A11 vur A12'dir. Müsbət hədli dediyi üçün A12'lər ixtisar olunur, A11 3'dür. S21 bizə verəcək A1 üstə gəl A21 böl 2 vur 21. Bu A11 eləyir. 21'ə vuranda 3 vur 21, cavab 63 alırıq. Doğrudur. 11-ci sualda B-A'nın açıqlıqlıdır. Aha, B-A'nın açıqlıqlıdır. Açıq B 1, 3, 4'dür. B-ni 2, 5 verib A-nı tapmamızı istəyir. A 1, 2, 3, 4, 5. Asan sual oldu. 7 vur 49 üstü X.
Çıx 2 vur 4 üstü x üstəcə 5 vur 14 üstü x sıfırdır. Biz buradan hər tərəfi məsələn 4 üstü x-ə bölsək 7 vur 49 böl 4 üstü x çıx 2 üstəgəl 5 nə alırıq? Burada 5 vur 14 böl 4 üstü x 0 edir. Biz burada 2-də 7 üstü x-ə t desək 7 t kvadrat üstəgəl 5 t çıx 2 0 alacağıq. Nə verir bu bizə? 7t çıx 2 t üstə gəl 1 bərabər 0. T'ni tapırıq 7-də 2. 2-də 7 üstü x-ə 7-də 2 demişdik deyə doğru cavab D variantı olacaqdır. 12-ci sualda sonsuzluqda limitdə qüvvəti ən böyükləri saxlasaydıq, cavab -2 eləyər. Çox təəssüf dostumuz bunu səhv yazıb. Sürəti qoşmaya vurub məxrəci vurmağı yaddan çıxarıb. Doğru cavab D yox, C bəndi olacaq. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Hər fənn üzrə kitabların müxtəlif olduğunu bilərək, eyni fənnə aid kitablar yanaşı olmaq şərti ilə. Aha, bütün kitabları rəfdə neçə üsulundan düzmək olar. Baxın, biz burada normalda Azərbaycan dili, riyaziyyat, kimya, coğrafiya 4 faktorial qədərdir. Azərbaycan dili 2 dənə 2 faktorial, riyaziyyat 3 dənə 3 faktorial, kimya 2 dənə 2 faktorial, coğrafiya 1 dənə. Bu eləyir 24 vur 2 vur 6 vur 2. Üzrlü sayım burada. Davam edən şagirdlər. 15-ci sualda katetlər 8 kök 2-dir. Deməli hipotenuz 16-dır. Doğrudur bu hissəsi. Təpələrə qədər məsafə 10-dursa, deməli buranı 8, bu təpəyə qədər 10-dursa, hipotenuza qədər məsafə 6 olacaq. 6 olacaq şagirdlər. Bu təpəyə qədər məsafə L-dir. Bu hündürlükdür. Bu böyük eğridir. İndi katet 8 kök 2'dir deyə hipotenuz 16, radius 8'dir, hündürlük 6 alınır. Doğru cavab Y variantıdır. Apsisi 5 olan nöqtədə çəkilmiş toxunan 7x çıx 3-dürsə, deməli f-in 5-dəki qiyməti y-in 5-dəki qiyməti ilə eynidir. 7 vur 5 çıx 3 32-dir. Törəmənin qiyməti isə k-ya bərabərdir 7-dir. Mən dünən axşam bunu izah edib qrupa göndərmişdim. Çox təəssüf şagirdimiz B variantı olur cavab. 18-ci sualda x kvadrat üstə gəl 10x üstə gəl 25 çıx 25. Burada mən yaxşı görə bilmədim. Bu ifadə çıxılsın y kvadrat çıxılsın 4y səhv eləmirəmsə belə verilib. Burada bərabərlik hardadır? Yəqin burada bərabərlik var belə. Bu x üstəgə 5'in kvadratı bərabərdir. Burada nə alırıq? Y üstəgə 2'nin kvadratı. Buradan indi x üstəgəl 5, y üstəgəl 2'yə bərabər ola bilər. X çıx y mənfi 3. Bir dəfə də x üstəgəl 5 mənfisi ola bilər. X üstəgəl y mənfi 7. Doğru cavab B variantı olur. Əgər səhv eləsəm uşaqlar, biraz görüntü zəifdir, üzrü sayın düzəldərsiniz. Oxşar çoxbucaqların perimetrlər nisbəti 2 böl 1'dir. Sahələr nisbəti kvadratı olacaq 4 böl 1. Doğrudur. 17-ci sualda 80%-ni itirir. Deməli 20%-i 32 kiloqramdır. 100%-i x 160 olur. Doğru cavab B variantıdır. Tərəfləri 7, 24, 25 olan düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Bu üçbucağın kiçik hündürlüyü hipotenuza çəkiləndir. H bərabərdir katetlər böl hipotenuz. Buradan da bu eləyəcək 168 böl 25. Deməli 6 tam 25'də 150 çıxsam 18'dir. 4'ə vuranda %72 D variantı doğrudur. Trigonometrlik bir balaca çətin kimi görünür, amma burada sinus 100 dərəcəni 90 üstəgəl 10 üstəgəl x yazsanız, bu bizə verəcək kosinus 10 üstəgəl x. O zaman biz ikisindən birini çıxsaq elə bu alınır. 0 deməli x üstəgəl 10, 90 üstəgəl pi k-dır. O zaman x bərabər olur 80 üstəgəl 180 vur pi k. Bir xarici bucağın düsturu 360 bölü n 36'dır deyə n 10'dur.
Neçə diaqonalı var? N vur n çıx 3 böl 2. 10 vur 7 böl 2. Cavab 35 eləyəcək. Bərabərsizliyi şagirdlər yuxarını x üstə gəl 5 vur x çıx 3 yazıb, aşağını modulda x üstə gəl 5 mənfi yazsaq. Biz burada x üstə gəl 5 vurulsun, x üstə gəl 5 vur, x çıx 3 böyük deyil 0 yazdım. Ədəd oxun çəkəndə mənfi 5 müsbət 3. 3 daxil, mənfi 5 daxil deyil. Bura müsbət, burada mənfi olacaq. Məsələn, mən buradan bir 0 yazsam yerinə. Aha. Buradan tutaq ki, mənfi 6 yazsam, burada müsbət olur. Niyə? Çünki bu müsbətdir. Burada mənfi 6 yazanda mənfi vur mənfi müsbət edir. Cavab mənfi 5, 3 parçasıdır. Deyir ki, burada tam ədədlər neçə dənədir? 8 tam ədəd var şagirdlər. 4 dənə mənfi, 1 dənə 0, 3 dənə də müsbət. İndi 8 dənədən 1 ədəd seçirsə, mənfi olmaması ehtimalı 8-də 4-dür. 0 onda 5-dir. İmtahan o qədər də asan deyil, normal imtahandır. Ədəd elə 3 natural ədəd cəmindən ibarətdir ki, birincisi 57-yə, ikincisi 24-ə, üçüncüsü 19-a bölünür. Alınan qismətlər bərabərdir. Baxın, ədədi 57-yə bölüb k, b-ni 24-ə bölüb k, c-ni 19-a bölüb k-dır. Hər hansı bir x ədədi bunların cəmidir. 57k, 24k, 19k. Toplayanda bunu 43, 100 vur k edir. Verilmiş ədədin sonuncu rəqəmi C variantı olacaq. 25-ci sualda kvadrat tənliyin köklər cəmi 2b çıx 3 ən çox Viet teoremində istifadə etdiyimiz sual tipidir. Köklərinin kvadratlar cəmi x1 üstə gəl x2-nin kvadratı çıx 2x1 x2-dir. Bu bizə verəcək 4b kvadrat çıx 12b üstə gəl 9 çıx 2 vur mənfi 2b. 4b kvadrat buradan üstə gəldi deyə çıx 8b üstə gəl 9-u da 4 ilə 5 kimi ayırsam. 4 vur b çıx 1-in kvadrat üstə gəl 5-dir. B-ni 1 tapacağıq. Keçək növbəti suala. X-i veribdir loqaritma 4 əsasdan 25. 28. Bu ifadə o 3-dən kiçik 2-dən böyükdür. Y-i verib 3 əsasdan 38. Modula aid sual çox oldu elə bil. Şagirdlər, bax fikir verirsiniz, loqaritmanı da moduldan verib. İlk sualı da moduldan verib. Kökaltı ifadə də modula gəldi. Olsun. Amma eyni misal tipinin xassəsi biraz çox oldu. X çıx y mənfidir deyə əksinə açılacaq. X3-dən kiçikdir deyə əksinə açılır. Çıx 3 üstə gəl x olur. Y 4-dən kiçikdir deyə müsbətdir 5 çıx y. Y-lər və x-lər gedir. Doğru cavab 2 qalır. 26. 27-ci sualda şagirdlər, burada deməli alfalar verib, beta da veribdir. Mən burada alfa orta əgər şəkildə 30, 80-dirsə, onda bura 50 olduğu üçün alfa 130 olacaq. Deməli alfa 130 alırıq. Burada beta 130'dur. Alfa bunların cəmidir 120'dir. Doğrudur. Beta 130, alfa 120. Burada 40 dərəcəni yəqin ki, yuxarıda təpədə verib. 60 buradır deyə alfaya 100 düşür, betaya 120 düşür. Doğrudur, burada da beta 120, alfa 100'dür. Variantlardan mən burada betanı birincidə görə bilmədim şagirdlər. Hə, beta 30'dur, beta 30. Alfa isə 50'nin qonşusu 130 olur şagirdlər. Bura 80 dərəcədirsə əgər 30, 80, bura 50'dir deyə alfa 130 olur. Ona görə 1'ə B də uyğundur, C də uyğundur. Yəni 1 B, C'dir. 2-də 130 ilə 120'dir. Alfa 130. Hə, alfa 122'yə Y uyğundur. Beta 130. Üçüncüdə isə cəmi 220'dir. Alfa 100 dərəcədir. Yəni üçüncüyə də D uyğundur. Ümid edirəm səhv etmədim. Qayda 28-ci suala. Elmir və Gülnarın da olduğu düşərgədə oğlanların sayını, qızların sayını nisbətini hesablayanda özünü və Gülnarı saymaq unudur. Deməli, x oğlan varsa, x çıx 1, y qız varsa, y çıx 1. Nisbətini hesablayır, cavabı 5'də 3 alır.
Günlar isə oğlanların sayını, qızların sayını nisbətini hesablayanda özünü saymağı yaddan çıxardır. Onda x-in y çıx 1-ə nisbəti nə alır? Elmiri 2 dəfə saydığı üçün x üstə gəl 1 olur. Maraqlı sualdır. 3-də 2-dir. Biz buradan tərəf-tərəfə bölsək, x çıx 1 bölü x üstə gəl 1, 5-də 3 vur, 2-də neçə olur burada şagirdlər? 3-də 2-yə bölmək. Aha, 2'də 3. Çarpaz vursaq 9x üstə gəl 9, 10x çıx 10'dur. X'i 19 tapırıq. X'ə 19 yazsaq 18 böl y çıx 1, 3 böl 5'dir. 3 bunu ixtisar edirsə 6, y-i 31 tapırıq. Deməli 50 nəfər şagird var imiş. 28 asan. Həll olundu, doğrudur. 29'da asan sual değildi ama normalde doğru cevap tapılır. 29'da düzbucaqlı paralel piramida kubun oturacaqları kongruent kvadratdan ibarətdir. Düzbucaqlı paralelipedin həcmi piramida və kubun həcmlər cəminə bərabərdir. Aha, maraqlıdır. Gəlin yazaq. Deməli, düzbucaqlı paralelepiped verib, sonra oturacaqları eyni olan bir piramida var. Bir dənə də kub var, oturacaqları eyni olan. Biraz tələsdikdən səliqəsiz yazıram, üzürlü sayın. İndi yazıb ki, paraleliped həcmi piramida və kubun həcmlər cəmidir. Paralelepiped və piramidanın hündürlüklər cəmi 6-dır. Yəni, şagirdlər, biz bura A yazıb, bura X, bura Y yazsaq, XY cəmi 6-dır. Bu da A'dır, burada isə ölçülər A'dır. İndi deyir ki, A kvadrat vur X, bu prizmanın, paralelepipedin həcmi. 3'də 1, A kvadrat vur Y, yəni bu hündürlük, üstə gəl A kubuna bərabərdir. Buradan A kvadratları ixtisar etsək, nə alacaq? X bərabərdir 3'də 1, Y üstə gəl A alınır. İndi bizə əlavə bir məlumat da vermişdi. Piramida və kubun həcmlər cəminə bərabərdir. Hündürlüklər cəmi 6'dır. Yox, mən səhv elədim. Hündürlüklər 6'dır. Yəni x də 6'dır, y də 6'dır. Üstə gəl A. Bunlar ixtisar gedir. A-nı tapırıq ki 4. Bizdən 29-cu sualda cavabı istəyirdi. Doğru cavab 4'dür. 30-cu sualda mərkəzi O nöqtəsində olan ABCD çevrəsində AB və CD diametri nədir? AB CD-yə paraleldir. BO OC-yə perpendikulyar verilib. Aha, baxaq bura. Perpendikulyar verilib. CD vətəninin mərkəzdən olan məsafəsi, aha, AB tərəfinin yarısına bərabər olduğunu isbat edin. Biz AB tərəfinə x yazsaq, buradan bura qədər olan y məsafəsinin x bölü y olduğunu, x bölü 2 olduğunu isbat eləməliyik. Burada yer olmadığı üçün mən yuxarıdan şəkli təzdən çəkəcəm. Burada yazmağa çalışaq. Çevrə verilib, AB-ni CD-yə paralel verib. Bir dəqiqə təzdən çəkim, səliqəli bir dənə. AB paralel. Şəkil amma özü çəkdiyi kimi çəkək, gəlin. Belə çəkib AB-ni. Buradan da CD-ni çəkib. Baxın bir dənə əlavə nə var idi orada. ABCD BOOC perpendikulyar verib. Çevrə mərkəzin B-ni burada verib. O A-nı burada verib. O nöqtəsini burada götürək. Bura 90 dərəcə verib. Bizdən tələb olunan nədir? CD-nin buradan bura qədər olan məsafəsi Y. Bura x-dirsə əgər. Y-in x bölü 2 olduğunu səhv etmirəmsə elədi isbatını. Baxaq. CD vətərinin mərkəzdən olan məsafəsi AB vətərinin yarısına bərabərdir. Bunu isbat eləyin deyir. Şagirdlər baxın. Biz burada bu radius, bu da radius çəkdik. Düzdür? Mən buradan bura çəkdiyim radius bu bərabər yanlı üçbucaqdır. Biz burada 90 dərəcə olduğunu deyə bilmərik. Amma bura alfa dedik. Baxaq indi
Buranı birləşdirirəm. Biz deyə bilmərik də orada OC gəlib 90 dərəcə olacaq. Bu da bərabər yanlış bucaqdır. Burada radiusdur. Bu bucaqlar haqqında biz fikir deyə bilmərik. Baxaq görə indi daha qısa konkret bunu necə yazmaq olar. Bəli şagirdlər, bura 90 dərəcədir deyə, burada baxın, bu paralelliyə bura 90 dərəcə, deməli burada 90 dərəcə düşür. 180 dərəcə getdi. O zaman bu x və bu y, bu iki qövsün cəmi 180 dərəcədir. Mən bura bir beta bucağı desəm, bura 180 çıx beta düşəcək. Düzdür? Buradan hündürlük çəkdim. Bura 90 çıx beta bölü 2 düşür. Deməli bu bucaq beta bölü 2'dir. Burada bərabər yanlıdır deyə bura beta bölü 2'dir, bura y''dir. Mən yazıram, baxın, kosinus beta bölü 2 bərabərdir bu üç bucaqda. Y''in r-ə nisbəti. Bura bərabər yanlıdır deyə x bölü 2'dir. Bu düz bucaqlı üç bucaqda kosinus beta bölü 2 nəyə bərabərdir? X bölü 2 bölü r-ə. Deməli y bölü r, x bölü 2, x bölü 2 vur r'dir. Yəni y x bölü 2'yə bərabərdir. Daha rahat da bəlkə ispat eləmək olardı. Mənə ilk ağlıma bu gəldi. Uğurlar hər birinizə, sağ olun.